Elə indi bu dəqiqə kanalımıza abunə olun və bu videonu da dostlarınıza göndərin. Bu qayla birlikdə gedirik bir dənə ağ 06-nın yanına ki bu 06 yəni ürəyimizi aparacaq da. Nəyə görə? Demirəm bundandır, xromdur, odur. Bu da indi videoda görəcəksiniz. Məsələ budur ki, bu tipli maşınları tapıb ərsəyə çıxartmaq və sizə göstərmək həqiqətən vaxt aparan və çox çətindir. Bu video nəyələri izləyirsənsə, sənin də çox fərqli bir maşının var, illərdir yatıb və toz torpağın içindədir. Sən də maşını bir göstərmək istəyirsən, hətta satmaq istəyirsən, restavrasiya eləmək istəyirsən, fərqi yoxdur. Mənlə əlaqə saxla. Danışmaq ki pulla deyil, danışmaq ki yəni vaxtdır. Bir-birimizə vaxt ayırıb, mən səni dinləyəcəm, istəkləri eşidəcəm və ona uyğun da davranacaq. Amma 06-mızı bu səfər satırıq. Bir dənə onu bil ki, kraskasız, udarsız. Koreyadan, Amerikadan, ancaq bu iki ölkədən siz üçün maşın gətirirəm və bizim ofis haqqımızda maşına görə dəyişilik. Üstəlik, Poti Bakı daşınmamız isə $299 və bu şəraiti yaratmışam tam sənin üçün ki, rahat şəkildə, etibarlı şəkildə maşını bir sifariş verəsən, gəlsin Azərbaycana. Otobid ilə birlikdə sən ideal bir maşın sahibi olacaqsan. Bez kraska, bez detal, 17.000 probegdə olan 06-dır ki, 03 mühərriki var. Maşınımız satışdadır. Hər birinizi salamlayıram. YouTube kanalımıza xoş gəlmişsiniz. Nə etsən də, nə etməsən də bir vaz varsa Azərbaycanda sevgisi, onu biz təqdim eləməliyik. Vaz olduğu yerdə bütün gözlər oradadır ki, bu maşında nə var, nə yox. Bunu qeyd edeyim ki, maşınımız satışdadır. Amma qiyməti axırda deyəcəm. Maşınımızın bir dənə çox vacib nüansı var. 0.78'dir. 0.78 oldusa bilin ki bu maşının sorğu sualı olmur. Çünki ən qəşəng nəqliyyatlar 0.78'də olub hər zamanda görmüşəm. Yəni onları istəsəz bir-birdə göstərə bilirəm, problem yoxdur. Maşınımız tamamilə bez kraskadır, udarsızdır. Maşınımızın ili 96'dır, 03 mühərriki ilə. Maşının heç bir zərəsi, vuruğu, dəyişəni bu şeylərin adını çəkməyin. Maşında nə görürsünüzsə zavoddur. Amma gəlin birinci mühərrikxanasından başlayaq. Karbüratordur. Əl vurmaya olmaz. Yəni antik var maşınlarına belə toxunum, sökənim, zat belə şeylər olmaz. Çünki sevmir sahibi. Fərqi yox diyor. Sən get onun Porsche-sinə sökən. Porsche-də, ya nə bilim, BMW-sinə sökən, BMW-də sökənib də. Amma onun vazına toxundunsa, rəng avtomatik dəyişməyə başlayır. Yəni, eləmə də. Hələ elə adam var ki, deyir, əl vurma. Mən onların şahidi olmuşam, mənə deməyib, yəni, görmüşəm. Karbüratorun özünə məxsus bir dövranı olub və o vaxtı Papanin körpüsünün yanında bir əmi var idi. Karbüratorun ustası idi, qəşşəng. Karbürator elə eləyirdi sənin üçün. Raket. O dövran qutardı, injektor, plug-in hibrid, full torque, nə bilim, nə. Bu boyda maşın verirlər sənə. Neçə at gücü, qaqa? 5000 at gücü. Niyə? Bateriyası var. Bu mühərrikxanamız vəziyyət belədir. İdeal şəkildə heç bir sorğusu sualı yoxdur. Yəni, baxa da bilərsiniz videodan. Yəni, hər şey bəllidir. Maşınımız çox gözəldir. Deyən gibi polka kəsilib. Qəşən. 2 dənə. Xudmani. Все, qutardı, bəsdir. Ora. Bagaja keçək. Bagajda belə zapaskamız var. Zavodun iyisi gəl. Buna bax. Hamısı yeri yerində. Mən bir dənə baxım görüm burada nə var. Mən baxım
Heç nə yoxdur. Siz elə bilin heç nə yoxdur. Heç nə, burada hər şey qaydasındadır. Ya, baxın görün. Oyda, gözəldir. Alıb 4 dənə Bridgestone Yokohama qoyasan, al. Bu olmalıdır. Oy! Gözəldir. Maşınımız bu vəziyyətdədir. Buyur. Buyur, keç, arxanı bir dənə göstər, qardaşım. Belə pis sıxmasın. Şəhərdə 2 nömrəli avtomobillərdən maşın almaq lazım. Biri 078-lərdir, biri də 088-lərdir. Oy. Hə, bir də qaqa, vazı bağlayanda buradan itərəmsən. Bax, əlivi qoyursan bura. Şu, çaq, bax. Çaq. Şu, qutardı. Bax. Bu da maşınımızın salonu. Hər şey öz qaydasında. Ya. Bunun güzgüsü niyə yoxdur? Güzgüsü niyə yoxdur? Güzgü olmur bura, qardaşım. De niyə? Niyə? De niyə? Çıxardıqlar. Bəli. Amma niyə ki burada güzgü olmur zavoddan? Görüm deyə biləcəksən. Bilmirəm, bizim vaxtımızda elə şeylər yox idi. Sizin vaxtınızda deyəndə ki, sən dünənin uşağı deyilsən, hə? Elektron güzgü var bizim vaxtımızda. Bunu istəyirəm izləyəcilər yazsınlar görüm. Niyə burada güzgü qoymurdular? Ona baxaq. Yaxşı. Tamam. Qəşəng. Merkuri bizi salamlayır. Burada dayanıb, qəşəng. İdeal vəziyyətdə 17.220 kilometr orijinaldır ya. Yəni, 078-lərin maşını həqiqətən sual verməzlər. Orijinaldır, qaqa. Deyirəmsə, orijinaldır. Və maşınımız hər şey ideal vəziyyətdədir. Burada 200 tane variantım var, qaqa. Bunu alırsan, bu vəziyyətdə saxlayırsan qarajda. Yox, alırsan, bildin də nələr eləmək lazımdır. Maşının altı göz yaşı kimi tərtəmiz. Həqiqətən, bu maşının həvəskarları çoxdur. Yəni, qiyməti deyəcəm, çox əyninədir qiymət, ideal. Çünki əl-əl axtarsan da, sən tapa bilmərsən bu vəziyyətdə olan. Çox redki taparsan. Vazın ağı, qarası, metaliki çox qəşəngdir. Amma metalik sırf 07-nindir. Başqa heç bir maşın, vazın deyil. Sırf 07-nindir metalik. Bu maşını da 30.000 manatla satışa çıxardırıq. 30.000 manat bu maşının qiymətini təyin ediblər, satışa çıxır. Çünki elə bu günləri 30.000 manata bir dənə də 07 satıldı. Və bu maşının üzərində də çox danışmışıq ki, qiymət necə olsun, nə cür olsun. Yəni, qardaşım, bir dənə oradan kantı ver. Ay, alım, yığım, bu vəziyyətə gətirim, eləyim. İnan Allaha, alıb, yıxsan bu vəziyyətə gətirsən, eyni qiymətə gəlib çıxacaq, adı üstündə olacaq. Yığılmadır, qaqa. Demirəm, yığılma pisdir. Yox, əstəğfurullah, mən belə bir söz demirəm. Hazır zavod var. Orada indi incə toxunuşlar istəyir ki, sən baxasan nəyi necə eləyirsən də, orada artıq zövq söhbətidir. Məsələn, mən Nivanın içini zubor isotto eləmişəm. Hər yeri, indi başqa şeylər də zakaz eləmişəm, onlar da gəlir. Baxırsan nəyi nə cür istəyirsən. Amma deyim, bunu aldınsa, onunla bir dənə nə bilim, olmalıdır orada. 100%, 77 zat əmələ gəlməyəcək, eləmə. 77 əmələ gələr, 5 dənə 7, nə bilim, 5 dənə 9, 5 dənə 8, 5 dənə 6 əmələ gələr. Bunun altımı istədim YouTube'da sizə təqdim edeyim və ümid edirəm ki, bəyənmişsiniz videomuzu və xahiş edirəm ki, abunə olun, like edin, dostlarınızla paylaşın, bölüşün. Mən idim bugün sizinlə Xosrov. 100 sürmə, 100, Yaşa 100. yaşa 100, sürmə 100. Əla. Dedim axı, bir dənə like at ora, bir komentari yaz, videonu göndər dostlarına. Mən gedirəm, tapıram, sənin üçün çıxardıram, qoyuram ortaya axı bu maşınları. Sənin gönlün xoş olsun. Yenə də deyirəm, sənin də maraqlı maşının varsa, mənə zəng elə.